Deməli, test C, sual 1. Deyir, hər birinin modulu 10 Newton olan iki qüvvə vektorları arasındakı bucağın kosinusu nə qədər olmalıdır ki, əvəzləyici qüvvə modulu 10 Newton olsun? Nə zaman qüvvələrin qiymətləri eyni olanda əvəzləyici qüvvə də elə onlardan birinə bərabər olurdu? Təbii ki də aradakı alfa bucağı 120 dərəcə olanda. Məsələn, bu 10 Newtondur və digər bucaq vektorda 10 Newtondur və aradakı bucaq 120 dərəcə idisə, o zaman biz deyirik ki, bunun əvəzləyicisi ilə vektorlardan birinin qiymətinə bərabərdir. Əgər alfamız 120-dirsə, o zaman kosinus 120 bərabərdir mənfi 0,5 qiymətini alır. Yəni C variantı. Sual 2. Sual 2-də deyir, əvəzləyici qüvvəni hesablayın. Deməli, əvəzləyici qüvvənin qiymətini hesablayın. Əvvəlcə baxıram, bax, F1 və F2-nin qiymətləri əvəzləyicisinə. F1 və F2-nin əvəzləyicisi kök altında 8-in kvadratı, yəni 64 plus 6-nın kvadratı 36 bərabərdir kök altında 100 və buradan 10 qiymətini alırıq biz. Deməli, bunların ikisinin əvəzləyicisi, bax, hansı istiqamətdə olduğundan da diqqətli fikir ver. Birinin başlanğıcından digərinin sonuna 10 Newtonluq bir əvəzləyicisi var. Bu belə. Daha sonra baxıram F3 və F4. F3 və F4 vektorlarında isə baxaq ki, bax, bunların əvəzləyicisi hansıdır? Bunların əvəzləyicisi isə bax, bu istiqamətdə olacaq, çünki bunun başlanğıcından digərinin sonuna çəkilir. Eyni məsafə olduğu üçün demək burada 10 Newtondur. Və belə bir şey olur. 10 Newton deməli bu istiqamətdə, yəni əksinə də bir 10 Newton var. Demək, bunlar bir-birlərini nə edəcəklər? Kompensasiya edirlər, bunlar ixtisar olunurlar və arada bir də F5 vektoru var. Bəs F5 vektorunun qiyməti nədir? Elə eyni məsafə olduğu üçün onun da qiyməti 10 olacaq da. Deməli, bax, bu ikisi bir-birindən çıxılandan sonra bir dənə də vektor qalır axı, sadəcə F5. Onun da qiymətini biz 10 tapmışıq. Deməli, cavabımız əvəzləyici qüvvənin qiyməti olacaq elə 10 Newton. Sual 3. Deyir ki, O nöqtəsində hər birinin modulu 100 Newton olan 3 dənə qüvvə təsir edir. Deməli, bu F1-in də, F2-nin də, F3-ün də hər birinin qiyməti 100 Newtondur. Və koordinat oxları üzrə bir proyeksiyanı hesablayın. Əvəzləyici qüvvənin proyeksiyasını hesablayaq. Bax, deməli, bu istiqamətdə bir 100 Newtonumuz var. Bu F3-ündür. Bu istiqamətdə isə yenə də 100 Newton, amma bucaq var, düzdürmü? Bax, burada arada bir 30 Newton var. 30 dərəcə var. Deməli, bu 30 dərəcəni proyeksiyalayanda, bax, bu bitişik tərəf olursa, deməli, nə olur? F1 kosinus alfa, yəni kosinus 30 və bura olacaq F1 sinus 30. İndi eyni şəkildə, indi digər tərəfə baxıram. Digər tərəf necə olacaq? Digər tərəfdə yenə də bu tərəfə 30 Newton bir F2 qüvvəsi var. F2. Deməli, bax, bunun bu tərəf olacaq F2 sinus alfa və bu tərəf olacaq, bucağa bitişik tərəf olduğu üçün F2 kosinus alfa, yəni kosinus 30 dərəcə. İndi gəl bunu hesablayaq. Hər biri 100 Newtondur, düzdür? Deməli, burada hər biri 100 Newton olduğu üçün F1 100 vurulsun kosinus 30. Bax, bunlar bir-birlərini nə edəcəklər? Aparacaqlar, ixtisar eləyirlər. Bunları ixtisar edirəm. Səbəb nədir? Çünki, bax, bunun da qiyməti eynidir, bunun da qiyməti eynidir. Yəni, hər ikisində 100 vur, kosinus 30-da kökdə 3 böl 2-dir. Yəni, onlar bir-birindən çıxılacaq. Nə qalacaq? Bax, sadəcə bu hissədə qalacaq. O hissədə də nə qalıb? 100 Newton 1 qalıb. Sonra 30 vurulsun, sinus 30-da 2-də 1-dir. Daha doğrusu 100 vurulsun 2-də 1, yəni 50 Newton və bir dənə də 50 Newton qalmışdır. Yəni, bunun da qiyməti eynidir. Hər biri 100 idi axı. Ümumilikdə isə əvəzləyici qüvvə nə qədər oldu? F əvəzləyici hamısı eyni istiqamətdə olduğu üçün 200 Newtondur.
Bu hansı oxu üzrədir? İriq oxu üzrə. Deməli, baxıram, İriq oxu üzrə qiymət nə olmalıdır? 200 Newton. Bax, bunların hər birisi, axırıncı səhvlədim. Deməli, 200 Newton olanlara baxıram. Bəs X oxu üzrə isə 0, yəni C variantını almış oluruq. Sual 6 çox sadə. Sual 4 çox sadə. Niyə görə çox sadə? Bax, 60. Ümumilikdə 120 dərəcə deyilmi? 120-dirsə, bunların ikisinin proyeksiyası nə olacaq? Bax, 8-dir, 8-dir. Deməli, 120 dərəcədə hər ikisinin qiyməti, vektorların qiymətləri eynidirsə, əvəzləyici qüvvə ilə onların birinə bərabərdir. Yəni 8 Newtona. Demək nə qaldı? 6 Newton, bu tərəfə 8 Newton, aradakı bucaq, bax, bura 30, bura 60, deməli 90 dərəcə. Bunun da deməli əvəzləyicisi nə qədər olacaq? 10 Newton. Çünki Pifaqor teoremindən elə alınır. Sual 5. Yenə də proyeksiyadan istifadə edəcəm. Necə istifadə edəcəm? Nə zaman əvəzləyici qüvvə vektorun kökdə ikisinə bərabər olur? Əgər aradakı bucaq 90 dərəcədirsə, məsələn, bu 10, bu tərəfdə 10 olanda, yəni aradakı 90 dərəcə olanda əvəzləyici qüvvəm olur 10 kökdə 2. Deməli, mən bunu proyeksiyalara ayırsam, bax bu vektoru aşağıya 10 Newton olacaq və sola da 10 Newton olacaq. Eyni şəkildə bu da aşağıya 10 Newton və sağa 10 Newton olmuş olacaq. Bax, yuxarıdakı bu iki qüvvəni nəzərə almıram. Niyə görə? Bir-birinin əksinədir zaten. Mənə nə lazımdır? Sadəcə aşağıya baxan qüvvələr. Aşağıya ikisi ümumilikdə 20 Newton qüvvə baxır. Bir də bunun bir öz çəkisi var axı. Yəni 100, deməli kütləsi 10-dursa, ağırlıq qüvvəsi nə olacaq? MJ-dən 100 Newton. Deməli 100 Newton belə, 20 də belə. Deməli aşağıya 120 Newton qüvvə təsiri. Dayağın reaksiya qüvvəsi də nə idi? Aşağıya baxan qüvvələrin cəmi ilə dayağın reaksiya qüvvəsinə bərabərdir. Dayağın reaksiya qüvvəsi hansıdır? Bax, buradan yuxarıya olan qüvvə, yəni N. N də bərabərdir. 10 üstə gəl 10 plus 100. Yəni 120 Newton olmuş olacaq. Yəni B variantı olar. Deməli, sual 6. Əgər aradakı bucaq 60-dırsa, bu F-lər bir-birinə bərabərdirsə, baxırıq ki, bizə nəyi soruşur? Şəkil F1, bax, bu əvəzləyici F1-dir. Bunun əvəzləyicisi F2-dir. Bunun əvəzləyicisi isə F3-dür. İndi baxırıq. Bu F-lər vektorların, daha doğrusu, vektorların qiymətləri bir-birinə bərabərdir. Vektorların qiymətləri bir-birinə bərabərdirsə, avtomatik biz sadəcə bucaqlarla işləyəcəyik. İndi bucaqlara baxaq. Əgər 60 dərəcədirsə, o zaman və qüvvələr bir-birinə bərabərdirlərsə, o zaman əvəzləyici qüvvə bunların bir dənəsinin kökdə 3-ünə bərabər olur. Yəni F1 bərabərdir F kökdə 3-ə. 90 dərəcə olduqda əvəzləyici qüvvə, yəni F2 bərabərdir kökdə 2 qiymətinə, yəni bir vektorun kökdə 2-sinə. 120 dərəcə olanda isə F3 bərabərdir elə bir vektorun özünə. İndi müqayisə etsək, hansı daha böyük olacaq? Təbii ki, F1, F2 və F3. Yəni D variantı doğru cavab olmuş olacaq. Sadəcə bucaqlara baxacaqdıq. 7-ci sual. Yenə də bucaqla işləyəcəyik. Bax, mən avtomatik baxan kimi görürəm ki, bax, bu bucaq 120 dərəcədir. 120-dir və hər iki vektorun qiyməti nədir? 70-70. Düzdür? Deməli, bu istiqamətdə bir dənə 70 Newton qüvvəm var. Bizə deyir ki, F qüvvəsi nə qədər olmalıdır? Sükunətdə qalmaq üçün. Sükunətdə qalmaq üçün bu tərəfə baxan qüvvələrlə bu tərəfə baxan qüvvələrin cəmi, daha doğrusu, eyni qiymət olmalıdırlar ki, onlar əks istiqamətdə olduğu üçün çıxılır axı, çıxılanda 0 olsun. 60 və 70, demək 130, demək F qüvvəsi də 130 olmalıdır ki, əvəzləyici qüvvə 0 olsun və cisim sükunətdə qalsın. Deməli, sual 8. Sual 8-də, bax, bu F1-i yadda saxlayaq. F1 deməli 5 Newtonu, bax, bu istiqamətdə yadda saxlayaq. Bizim işimiz F2 iləndir. Niyə görə? Çünki, bax, bu bucaq altındadırsa, mən bunu avtomatik proyeksiyaya ayırmalıyam. Proyeksiyaya ayıranda, bax, bir bu olacaq, bir də bu istiqamət olacaq. Bitişik tərəf
Yenə də nə olur? Kosinus, yəni F2 vur kosinus alfa. Bu tərəf isə qonşu bucaqdır. F2 vur sinus alfa. İndi baxıram ki, bax burada gətirib qoyaq yerinə. F2 sinus alfa, yəni 3 vurulsun 0.6, o da eləyir 1.8. F2 vurulsun, yəni 3 vurulsun 0.8, o da eləyir 2.4. İndi baxıram yuxarıya 1.8, bu istiqamətdə isə olacaq 2.4. Düzdürmü? İndi bunları gəl hesablayaq. 5-dən 2.4 çıxanda, bax, bura 1.8 qalsın. Bu istiqamətdə olacaq da, böyükdən kiçiyi çıxırıq, böyüyün istiqamətində yazırıq. O da olacaq 2.6. Bu istiqamətdə olacaq qiymətimiz 2.6. Bizdən nə istəyirdi? Əvəzləyicinin x və y qoxuları üzrə proyeksiyası, deməli, y qoxu üzrə proyeksiyası 1.8 Newton, x oxu istiqamətində isə 2.6 Newton olmuş olacaq. Sual 9 deyir, iki qüvvə eyni istiqamətdə yönələndə 40 olur, əks istiqamətdə yönəldikdə isə 30 olur. Yəni, toplayanda, məsələn, x plus y bərabərdir, toplayanda nə olur? 40 eyni istiqamətdə, əks olanda x çox y bərabərdir 30. Buradan məsələn 2x-i tapa bilərəm. O da olacaq, yəni sistem tənlik quraraq 70-ə, yəni tərəf-tərəfə toplayırıq. Biri mənfi, biri müsbət olduğu üçün y-lər getdi. 2x bərabərdir 70-ə, x bərabərdir 35-ə olacaq. Bunu tapdıq. Onda biri 35-dirsə, o birisi 5 olacaq. Demək, bizdən hansı deyir? F1 kiçikdir, F2 böyükdür. Onda F2 olacaq 35, F1 də olacaq 5. Bu şəkildə. Sonra sual 10. Sual 10-da bizdən nə deyir? F1 və F2 qüvvələrin modulunun əvəzləyicisi modulunu hesablayın deyir. Hesablayaq. Bax, proyeksiyalara ayırıram. Bura 2, bura 6. Bu, səhv çəkdik. Bax, deməli, bu istiqamətdə ikincini proyeksiyalara ayıranda bu istiqamətdə 1, 2, 3, 4, yəni 8 Newton. Bu istiqamətdə isə 2 olacaq. Deməli, bax, indi bunları toplayaq. Eyni istiqamətdə bu tərəfə 8, bunlar isə çıxılacaq, bu yana 6 qalacaq. Əvəzləyicisi, F əvəzləyici bərabərdir 10 Newtona. Çünki 8 ilə 6-nın əvəzləyicisi nədir? 10 Newton. Bu şəkildə.